Salam olsun sənə ey o ay ki, dünən səni həsrətlə gözləyirdik, sabah səni nə qədər çox arzulayacağıq. Biz bilmək istəyiriksə Ramazan ayının əhliyik ya yox, qəlbimizə nəzər salaq görək, bu fəzilətli, əzəmətli ayın bitməsi ilə bizim qəlbimiz bu aydan ötürü darıxacaqmı? İmam Səcəd əleyhissalam Ramazan ayı ilə vidalaşarkən etdiyi duada belə buyurur: Salam olsun sənə ey o ay ki, sən gəlməmişdən əvvəl arzunla yaşayırdın və sən qurtarmamışdan əvvəl hicranında pərişanıq. Salam olsun sənə ey o ay ki, dünən səni həsrətlə gözləyirdik, sabah səni nə qədər çox arzulayacağıq. Ramazan ayında ilahi dəyərləri ictimai şəkildə yaşamağın şirinliyini dadırıq. Əgər digər aylarda da ilahi dəyərlərin hakim olduğu bir cəmiyyətdə yaşamaq arzusunda olsaq və bunun üçün çalışsaq, bilək ki, biz Ramazan ayının əhliyik. Bu ayın nəticəsi budur ki, mən ilahi vilayətin bayrağı altında pak həyatı yaşamaqdan ötürü təlaş edirəm.